Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahil amin ve ala alihi tahirinel ma'sumin. Ve lanu daime la a'daihim ecma'in minel ana ila kıyami yevmiddin. Usikum ve nefsi bi tekvallah ve nezmi emrikum. İnşallah hem size hem özüme ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Gizlində və aşkarda Allahdan qorxub, Allahın halalın halal, haramın haram bilək. Keçən dəfələrdə yadınızda olsa, keçən cümə daha doğrusu, yanlış dini düşüncə barəsində danışırdıq və qeyd elədik ki, yanlış dini düşüncə nə qədər ciddi fəsadlara səbəb olur. Yanlış dini düşüncə insanı peyğəmbər öldürməyə, imam öldürməyə qədər aparıb çıxara bilir və nümunələrini də dedik. Həzrəti Əmir əl-Müminin Əli əleyhissalamı bu mübarək Ramazan ayında şəhadətə çatdıran İbn Mülcəm dinsiz bir adam değildi. O dindar idi. O Quran hafızı idi. O fiqhi şəriət məsələləri üzrə mütəxəssis idi. Amma yanlış dini düşüncəsi səbəbi ilə adam gəlir, haqq imamı, haqq xəlifəni şəhadətə çatdırır. Buna görə bu dini məsələ, yanlış dini zehniyyət bəşəriyyətin ən qorxulu, faciəvi tərəflərindən biridir. Və biz bunu elə bilməyək ki, ancaq yanlış dini düşüncə kimlərəsə aiddir. Hansısa bir qrup insanlara, hansısa bir qrup adamlara aiddir. Xeyr, bu günləri yanlış dini düşüncə bizə də aiddir. Əgər insanın dini düşüncəsi yanlış olarsa, əbədi aqibətində ona təsir eləyəcək və insan özün bədbəxtlərin sırasında qərar verəcək. Eyni zamanda yanlış dini düşüncə, keçən cümədə qeyd elədiyim kimi, əgər bir insan ucqar bir nöqtədə, ölkənin ən ucqar nöqtəsində olsa, amma yanlış düşüncəyə sahib olsa, o potensial təhlükədir və nə zamansa onun qarşısına o potensialın üzə çıxartmaq üçün şərait yaransa, dərhal o yararlanacaq və yanlış dini düşüncənin acı nəticəsi ilə cəmiyyət üz-üzə qalacaq. Buna görə də bu məsələ çox önəmlidir və biz özümüzü təftiş eləməliyik və düşünməliyik ki, görəsən mənim dini etiqadım yanlışdır yoxsa doğrudur. Mənim dini etiqadım Qur'an-ı Kərim və Əhl-i Beyt əleyhissalamın mübarək kəlamları ilə nə qədər müvafiqdir, nə qədər uyğundur. Bu çox önəmli məsələdir. Və insan ilk növbədə özün təftiş eləməlidir. O ki, deyirəm, yanlış dini düşüncə, biz elə düşünməyək ki, ancaq əlimizə dəftər, kitab alaq və düşək insanların bir-bir dini təftiş eləyək ki, sənin dinin yanlışdır, sənin dinin təfəkkürün düzdür. Xeyr. Birinci insan özündən başlamalıdır. Mən özümdən başlamalıyam, sən özündən başlamalısan. Hər kəs özündən başlamalıdır, dini əqidəsin təftiş eləsin, özünə nicat versin. İnsan bu dünyada özünə nicat verməlidir. İlk növbədə. Quran-ı Kərimdə oxuyuruq. Ya eyyuhəl-ləzine amenu aleykum enfusakum. Ey iman gətirənlər, sizin özünüzü özünüzə tapşırıram. Allah birinci insanın nəfsin özünə tapşırıbdır. İnsan özün qorunmalıdır. Özünə nəzarəti olmalıdır. Söhbət zahiri qorunmaqla bərabər ən mühüm qorunma iman qorunmasıdır. İnsan öz imanını qorumalıdır. Çünki iman əbədi əzabın qarşısında bir sipərdir. Quran-ı Kərimdə digər bir ayədə oxuyuruq ki, Ya eyyuhəl-ləzine amenu qu enfusakum və əhlikum naren. Ey iman gətirənlər, özünüzü və ailənizi oddan qoruyun. Görürsünüz? İnsan özünə və ailəsinə nicat verməlidir. Amma ilk növbədə özünə nicat verməlidir. Məsələn, təyyarədə deyirlər ki, bir problem yarananda birinci valideynlə uşaq deyək yan-yana oturubdur. Valideyn ilk növbədə özünə o deyək hava balonunu istifadə eləməlidir. Ki, özünə nicat versə, uşağa nicat verəcək. Yox, mən hisslərinə əsasən uşaqdan başlayım, uşağın həyatını qutararam, amma o bir iş görə bilməyəcək. O mənə kömək eləyə bilməyəcək, başqasına kömək eləyə bilməyəcək. Ağlayacaq, narahat olacaq, sızıldayacaq. Ona görə insanın birinci vəzifəsi
özünə nicat verməlidir. Özünə nicat verəndən sonra artıq digərləri gəlir. Ona görə biz özümüzə nicat verməliyik. Baxmalıyıq Qurani Kərim və Əhl-i Beyt əleyhissalamın kəlamlarına ki, bunlar necə idilər? Bunlar nəyi təbliğ edirdilər? Hansı həyat tərzini yaşayırdılar? Peyğəmbər Əhl-i Beytinin əməlləri dillərindən çox idi. Peyğəmbər Əhl-i Beytinin əməlləri onların sözlərindən çox idi. Onlar əməli şəkildə insanları haqqa, həqiqətə dəvət edirdilər. Dünyada haqq carcısı çoxdur. Dünyada ədalət carcısı çoxdur. Ədalət fəryadı eləyən adamlar çoxdur. Amma əməli ədalət göstərənlər azdır. Peyğəmbər Əhl-i Beyti haqqa dəvət eləyirdi, eyni zamanda haqqa əməl eləyirdi. Ədalətə insanları dəvət eləyirdi, eyni zamanda özü də ədalətli idi. Peyğəmbərin müvəffəqiyyət amili bu idi ki, əməlləri sözlərindən çox idi bunların. Ona görə diqqətli olmalıyıq. Yanlış dini zehniyyətin birinci əlaməti onların iddia əhli olmasıdır. Bunlar haqq batil olmağından asılı olmayaraq iddia eləyirlər, iddiakardılar. Şeytan dindar idi, amma yanlış zehniyyətə sahib dindar idi. O Allahın xaliqiyyətini inkar eləmədi ki. Dedi, məni otdan xəlq eləyibsən, onu torpaqdan xəlq eləyibsən. Allahı tanıyırdı. Amma şeytanın problemi orada idi ki, o müqayisəsi yanlış idi. Allahın hökmlərin müzakirə obyektinə çevirdi, mövzusuna çevirdi. İddia elədi ki, mən ondan üstünəm. Quran-ı Kərimdə digər nümunə Bəqərə surəsinin 80-ci ayəsi Uca Rəbbimiz buyurur və qalu lən təməssənən nar illə əyyamən mədudə. Bir qrup insanlar ki, təfsirlərdə qeyd olunur, o dövrdə yəhudilər, bunlar dedilər ki, biz əvvəla cəhənnəmə getməyəcək. İkinci cəhənnəmə getsək belə sayılı günlər, az sayılı günlər biz odda yanarıq. Təkcə bu Yahudiyə aiddirmi? Xeyr. Bu günləri bizim də aramızda bu yanlış zehniyyət var, bu yanlış söz var. Hədis var, Zəhra balalarına cəhənnəm odu haramdır. Bu günləri görürsən, bu hədisdən yanlış başa düşən insanlar, Peyğəmbər balaları, yəni seyyidlərin bir qismi, ki, Zəhra balalarına od haramdırsa, onda mən nə gəldi eləyim, onsuz da nənəm Zəhranın balalarına Allah cəhənnəm odun haram eləyib. Halbuki hədisdə imamdan soruşurlar, imam buyurur ki, bu yalnız Əhl-i Beytə məxsusdur. Yalnız bu 12 imama məxsusdur. Ondan yerdə qalan insanlar isə belə deyil. Əvvəla Zəhra balalarına od haramdının birinci mənası budur ki, onlar oda girəcək bir iş görməzlər. Onlar o qədər özlərinə nəzarət edirlər, o qədər özlərinə çəki düzən verirlər ki, onlar özlərin cəhənnəmə salacaq bir iş görməzlər. Bu bir. İkincisi isə budur ki, onlar həqiqətən də o mənsub olduqları soya, kökə dəyər veriblər. İnsan dəyər verdiyi ilə qiymətlənir. Kimə dəyər verirsən, dəyərin o qədərdir. Kimi qiymətləndirirsən, qiymətin o qədərdir. Bu yanlış iddiadır. O Yahudilər o dövrdə, Peyğəmbər dövründə deyirdi ki, biz səni qəbul eləmirik, fərz eləyək cəhənnəmə geçsək, az zamanda gedəcək. Bu günləri biz də bu sözü bəzən deyirik. Ki, cəhənnəm müvəqqəti yanıb çıxacaq. Kim dedi sənə? Kim bu zəmanəti verib sənə? Allah Nuh Peyğəmbərin duasını qəbul eləmir. Nuh dedi ki, ilahi bu mənim oğlumdur və sən söz veribsən, sənə və ailəyə nicat verəcəm. Allah buyurdu, innəhu leysə min əhlik. Bu sənin ailəndən deyil. Nuhun şəfaətin qəbul eləməyən Allah sabahları başqasının da şəfaətin qəbul eləməyəcək. Çünki insan o adamların barəsində şəfaət qəbul olunacaq ki, Allah onlardan razıdır və onlar şəfaət olunmağa ləyaqətləri var. Hədis var, Peyğəmbər əleyhissalam buyurur ki, qızım Zəhra, əgər sən Allahın əmrini pozsun, mən Peyğəmbər səni Zəhranı Allahın əzabından qutara bilmərəm. Məlumdur ki, Həzrəti Zəhra günah eləməz. Məlumdur Peyğəmbər əleyhissalam bu işlərə mübtəla olmaz. Ki, Quran-ı Kərimdə Peyğəmbərə deyir, əgər şirk eləsin, əməllərin batil olar. Məlumdur ki, Peyğəmbər şirk eləməz. Amma insanlara çatdırmaq üçün Peyğəmbərdən istifadə olunur, Peyğəmbərə xitab olunur. İddia əhli deyir ki, yox, biz nicat tapacağıq. Onlar deyirlər, onlar öz etiqadlarına əsasən, bizimki də deyir ki, Zəhra balasına od haramdır, nə bilirsən elə narahat olma. Bunların cavabında
Yenə Bəqərə surəsi 80-cı ayənin davamında buyurur ki, "Qul əttəxəztum indəllahi əhdən" ki, mənim peyğəmbərim onlara de ki, Allah yanında sizin əhdiniz var. Sizə kim zəmanət veribdir? Bu iddianı eləyirsiniz, başa düşdük. Amma iddia eləməyə əlinizdə nə səbəb var? Allah sizə mi zəmanət veribdir? Kim zəmanət verib siz bu iddianı eləyirsiniz? Əhl-i Beyt əleyhissalam heç vaxt iddia eləmirdilər. Onlar olanların deyirdilər. Baxın, o ki biz görürük Peyğəmbər Əhl-i Beyti özləri barəsində danışırdı. Onlar iddia deyildi ki. Onlar özləri nə idisə onu ifadə eləyirdilər. İmam Əli əleyhissalam buyurur ki, biz Əhl-i Beytin fəzilətlərindən biri budur ki, biz düşmənlərimizə zülm olunmağını istəmirik. Cəza ayrı şeydir. Bir adam cəzaya layiqdirsə cəzası verilməlidir. Amma zülm olmaz. Bu Peyğəmbər Əhl-i Beytinin İmam Əlinin canına, qanına hopmuş əqidəsi idi ki, əgər bizim düşmənlərimizə belə zülm olunmağını istəmirik. Onlar iddia eləmirdilər. Onlar olanı deyirdilər. Əhl-i Beyt əleyhissalamın tərəfdarı bunlar bilməlidirlər ki, bizim imamlarımız hansı sözləri deyiblər, necə deyiblər, harda deyiblər. Çox önəmli məsələdir. Yanlış dini düşüncəyə sahib olan insanlar ancaq iddia eləyirlər. Biz şiəyik. Biz Peyğəmbər əleyhissalamın həqiqi qəbul eləyəni bizik. Biri deyir, nə bilim, həqiqi İslam bizik. Biri deyir, həqiqi İslam bizik. Yaxşı, iddiadır bu. İddianın qarşılığında insanın əlində sənədi olmalıdır, sübutu olmalıdır. Əgər sənədin var, bismillah. Allah dərgahından sənin əlində zəmanətin var, işimiz yoxdur. Zəmanətin yoxdur, iddia eləmə. Bəqərə surəsinin 111-ci ayəsində oxuyuruq ki, "Hatu burhanakum in kuntum sadiqin." Qur'an-ı Kərim müxaliflərə deyir, doğru deyirsinizsə, sübutunuzu gətirin, dəlilinizi gətirin. İddia əhli olmayın, əməl əhli olun. Yanlış dini düşüncə ancaq iddia eləyir. Filan kəslər satılıb, filan kəslər düşməndir, filan kəslər filan yerin nökəridir, filan kəslər nə bilim belədir, filandır. Ancaq iddia, ancaq iddia. Amma həqiqi zehniyyətə sahib olan insanlar isə iddia eləmirlər. Sadəcə üzərlərinə düşən vəzifəyə əməl eləyirlər. Ali İmran surəsinin 31-ci ayəsində oxuyuruq. Qul in kuntum tuhibbunallah fattabi'uni yuhibbukumullah. Mənim peyğəmbərim onlara de, onlar ki iddia eləyirlər biz Allahı sevirik, onlara de, əgər Allahı sevirsinizsə, mənə tabe olun, Allah da sizi sevsin. Görürsünüz, iddianın təsdiqi gərək əməldə özün görsədə. Əməldə görsənməyən iddia boş şeydir. Mən peyğəmbəri çox istəyirəm, peyğəmbərə canım qurban, filan ağaya canım qurban. Canım qurban deməklə iş yola getmir ki. Tabe olmaq önəmlidir. Nə qədər tabesən, nə qədər Qur'ana, sünnətə, ağla tabeçiliyin var. Bununla ölçülür. İnşallah gələn cümə bu barədə ətraflı danışacaq və Qur'an-ı Kərimdən ayələr və Peyğəmbər əleyhissalamdan hədislər gətirəcək bu mövzuda. Ona görə biz ilk növbədə bunu bilməliyik. Əlimizdə sənəd olmadan hansı iddianı əgər biz irəli sürsək, arxayın olun. Deməli, hardasa boşluğumuz var. Bu boşluq bir gün özün bir ruzə verəcək. Dünyada da belədir. Görürsən, tok sistemini çəkirlər. Balaca boşluq, görürsən ki, yandırdı, kül elədi aləmi. İnsan da belədir. Balaca əqidəsində boşluq olsa, dəlilsiz, subutsuz bir şeyə inansa, birinin sözünü təsdiq eləsə, həmin o boşluq bir gün özün bir ruzə verəcək. Ona görə diqqətli olmalıyıq. Əqidəmizi öyrənməliyik. Əşhədü ən la ilahə illallah. Şəhadət verirəm. Şahidəm Allahdan başqa məbud yoxdur. İnsan şahidlik eləyir Allahın varlığına. İnsan şahidlik eləyir Peyğəmbərin peyğəmbərliyinə. Şahidlik eləyir İmam Əlinin imamətinə. Şahid gərək gördüyünə şəhadət versin də, görmədiyin şahidçilik olmaz ki. Bir adam əlində sənəd sübut olmadan şahid dursa, buna deyərlər yalancı şahid. Bəlkə belə deyil. Bir adam yalandan bir şey ki görməyib, hal şahidi deyir, gelib desə ki, mən gördüm belədir, filan kəs filan elədi, buna deyirlər yalancı şahid, dinsiz şahid. Biz hər gün deyirik, Allah şahidəm, səndən başqa ilahi yoxdur. Şahidəm, Muhammed Allahın rəsuludur. Şahidəm, Əli Allahın vəlisidir. Bu şəhadət gərək əməldə özün göstərə. Əməl bizim itaətimizdir. Ona görə uca Rəbbimiz buyurur ki, in kuntum tuhibbunallah
Fəttəbi'uni yuhbibkumullah. Peyğəmbər de, əgər iddia eləyirsiniz ki, Allahı sevirsiniz, o zaman mənə tabe olun, Allah da sizi sevsin. Bəs bu birinci amil ki, qısa şəkildə qeyd elədim. Mübarək Ramazan ayında ilk öncə özümüzə çataq, əməllərimizə yetişək, özümüzə vaxt ayıraq, Allahla özümüzün arasında bir münacatımız olsun, Allahla özümüzün arasında bir əlaqəmiz olsun, bağlılığımız olsun. Belə olarsa Allah da öz lütfün və nüsrətin nazil eləyəcək. Bismillahirrahmanirrahim. İnna a'teynakal kevsar fesalli li rabbika venhar. İnne şaniyeke huvel ebter. Sadakallahul aliyyul azim.